Elvin bəy, mentalla bağlı düzgün qeyd etdiniz, həqiqətən problemlər var. Amma az öncə Mahiri qeyd etdiniz. Görünən odur ki, Mahirin belə bir problemi yoxdur. Sizinlə tam razılaşıram ki, Mahir Əmrəliyə sadəcə alqış düşür ki, artıq neçə ildir, yorulmadan, usanmadan, Polşada legioner həyatı yaşadı, Xorvatiyaya getdi, Türkiyəyə getdi, artıq Almaniyadadır. Təəssüf ki, bəzən burada da Mahiri linç edirik, yerli yersiz tənqidlər olur. Amma bir fikir hər zaman beynimdə dolaşır. Bəzən biz məsələn Gürcüstandan ya digər ölkələrdən, Avropa Birliyinə daxil olan ölkələrdən heç də Mahirdən səviyyəli olmayan futbolçuları biz seriyanın ortabab klublarında görə bilirik, İngiltərənin ortabab klublarında görə bilirik. Mahir Əmrəli məsələn Legiyada olanda bir dönəm Napoli, Leicester kimi dünya nəhənglərinin deyə bilərik hər halda müqayisədə. Tam da indi Manchester United olmasa da, nə bilim Liverpool olmasa da Leicesterdə o dönəm bir İngiltərə klubu idi, çempionu idi İngiltərənin. Yəni Leicester, Napoli kimi klublara kifayət qədər yaxşı, baxımlı qolları ilə yadda qalan bir futbolçunu pasportu başqa olsaydı, məsələn bir İspaniyalı olsaydı, bir İngiltərəli, lap deyək ki, bir Gürcüstanlı olsaydı və yaxşı bir agenti olsaydı, biz Mahir Əmrəlini daha üst klublarda görə bilərdikmi? Mən Mahirin agentini tanıyıram. Yaxşı münasibətim də var. Mahirlə bir neçə dəfə görüşmüşük. Onun kifayətlə yaxşı meneceri var. Amma sualınıza cavab əlbəttə ki, menecerdən çox şey asılıdır və əgər sənin oyunçun Avropadadırsa, onun sənin digər klublara aparma ehtimalın əgər nəticələr də yazsa daha asandır. Amma pasport məsələsi təəssüf ki, çox böyük rol oynayır həm də. Mən nəyə görə dedim, əgər artıq Avropada oynayırsa, yəni Mahir Avropada da artıq neçə illərdir. Onun digər Avropa klublarla danışıq aparması nisbətən çox asandır. Nəyə görə? Buradakı oyunçulara nisbətən çox asandır. Çünki inanın mən agentlərlə danışanda görürsünüz, klubların, xüsusən top 5-lik klublarında belə deyək də, Avropa Birliyi ölkələri və ya Rumıniya olsun, həm Xorvatiya olsun, görürsən ki, oyunçu istəyirlər, məhdudiyyət yazıblar olaraq, xüsusilə qeyd ediblər ki, Avropa Birliyi ölkəsindən olsun. Yəni, o pasportlu oyunçu olsun. Yəni, bu təbii ki, klubun seçimi deyildi, orada viza rejimləri var, əlavə xərclər var və s. axır. Yəni, lap böyük klublar zaten bunlara baxmırlar. Yəni, o xərclər o klublar üçün böyük xərclər deyil. Amma bütün klubların da öz siyasəti var, biz onu dəyişə bilmirik. Amma sualınıza birbaşa cavab çətinlik yaradır. Agentdən də birbaşa asılıdır. Əgər nə qədər sənin güclü agentin varsa və ya agentin nə qədər yaxşı əlaqələri varsa, sənin ən azından oyunçuva o klubların baxma ehtimalları çoxalır. İnanın mənə, hal-hazırda mən Azərbaycanın futbolçularla, yəni bunu aşağılamaq mənasında demirəm, əksinə. Yəni mən özüm Azərbaycanlıyam, çalışıram, yəni ölkəmi də sevirəm, millətimi də sevirəm. Amma futbol olaraq, futbolçu olaraq mənim indi çalışdığım şeylərdən biri odur ki, xarici klublarla görüşəndə onları razı salın ki, bu oyunculara bax. Yəni transfer elədən hələ söhbət getmir. Sadəcə bax, yəni vaxt ayır və buna bax, evaluate elə, yəni dəyərləndir. Onu eləyəndən sonra onun üçün bayaq qeyd elədim ki, bizim oyunçular özlərində çox işləməlidirlər ki, yəni biz də agent olaraq onları xarici ölkələrə təklif eləyəndə, o şansı yaradanda, onlar oyunçunun göstəricilərinə baxanda nəsə ilk baxışdan nəsə bir yaransın.